Salam, bugünkü dərsimiz ikinci dərəcəli cümlə üzvləridir. İkinci dərəcəli cümlə üzvlərimizə təyin, tamamlıq və zərflik daxildir. Zərflik. Bugün mən sizə iki dənə cümlə üzünü keçəcəm. Təyin və tamamlıq. Zərflik isə növbəti dərsimizə keçib izahını verəcəm. Gəlin baxaq. İlk növbədə nəzərinizə çatdırım ki, nəyə görə cümlə üzvləri iki yerə bölünür. Birinə baş üzvləri deyirik, digərinə isə ikinci dərəcəli üzvlər deyirik. Bunun səbəbi ondan ibarətdir ki, baş üzvlər cümlənin təşkil edilməsində, yaradılmasında mühüm rol oynayır. Bəs yaxşı, ikinci dərəcəli cümlə üzvlərin vəzifəsi nədir? Bunlara nə üçün istifadə edirik? İkinci dərəcəli cümlə üzvləri baş üzvlərlə bağlı olan məlumatları genişləndirir. Bir qədər bizə əlavə məlumat vermiş olur, eyni zamanda cümləyə rəngarənglik qatırlar. Gəlin ilk növbədə təyin haqqında sizə məlumat verim. Belə deyim, cümlənin baş üzvləri olmasa, yəni mübtəda və xəbərimiz, qrammatik əsasımız olmasa, biz cümləmizi yarada bilmərik. Cümlənin yaranmasında baş üzvlərinin rolu çox mühümdür, vacibdir. Təyin haqqında məlumat verim. Təyin bizim ikinci dərəcəli cümlə üzvlərindən biridir. Təyin cümlədə isimlə və ismin xüsusiyyətinə daşıyan sözdən ifadə olunan hər hansı üzvü izah edir. Daha çox isimlə bağlı olmuş olur, ismin yanında istifadə edilir. Təyinin sintaktik əlaqələnməsi haqqında mən sizə əvvəlki dərslərdə danışmışdım. Bir dəfə də yadınıza salım. Təyin bütün cümlə üzvləri ilə sintaktik əlaqədə olur. Bunlardan biri tamamlıqdır ki, onunla sintaktik əlaqədə təyin asılı tərəfdə olacaq. Ondan sonra gəlirik elə baş üzvlərimizi yazardıq gərək. Birinci elə mübtədadan götürək. Mübtəda ilə sintaktik əlaqəsində mübtəda əsası təyin olunan asılıdır. Ondan sonra zərfliyimiz var ki, bununla da sintaktik əlaqədə təyin əsas, daha doğrusu asılı tərəfdədir. Eyni zamanda xəbərlə də digər ikinci qrammatik əsasımız var ki, xəbərlə də sintaktik əlaqədə təyin asılı tərəfdədir. Amma təyin bəzən özü ilə də sintaktik əlaqədə olur. Çox zaman gördüyünüz kimi asılı tərəfdə istifadə edirik. Amma təyin və təyin arasında olsa, bu zaman təyin əsas olacaq. Məsələn, deyirəm ki, qara maskalı adam məhkəmə zalına daxil oldu. Nə etdi? Daxil oldu. Kim? Adam. Hansı adam? Maskalı adam. Hansı maskalı? Qara maskalı. Burada gördüyünüz kimi qeyri-həmcins təyinlər var. Bu nə deməkdir? Həmcins təyinlər biz demişdik ki, eyni cümlə üzvü ilə bağlı olur. Bir dənə cümlə üzvü ilə, yəni. İki dənə təyin varsa, həmin o cümlə üzvünə aid olacaq. Məsələn, mübtədaya. Bir dənə mübtədə, iki dənə təyin aid olacaq. Ondan sonra eyni suala cavab verir. Arasında sadalama olur, vergüldən istifadə edilmiş olur. Amma qeyri-həmcins təyində fərqlidir. Baxın, maskalı adama tabedir, onu izah edir. Qara da ki, maskalanı izah etmiş olur. Maskalı adam, qara maskalı. Qara maskalı arasında təyin artıq burada əsas tərəf olacaq. Qara asılı, maskalı isə əsas tərəf olmuş olacaq. Təyinlə təyin arasında sintaktik əlaqədə təyin əsas tərəf olmuş olur. Görürsünüzmü? Birinci təyin asılı, ikinci təyin əsas olacaq. Bu məqamda deyə bilərik ki, təyin də bəzi vaxtlarda əsas məqam olacaq, yəni əsas istifadə ediləcək. Ondan sonra, deməli, ismi birləşmələr haqqında sizə məlumat verim mən. İsmi birləşmələrdə əvvəldə təyin ola bilən söz gəlirsə, bu zaman biz onu təyin kimi götürəcək. Birləşməyə aid etmiş olmayacaq. Nə mənada? Deyirəm ki, yazıcı Ənvər Məmmədxanlının Qızıl Gönçələr əsəri mənə təsir etdi. Nə etdi? Təsir etdi. Nə təsir etdi? Ənvər Məmmədxanlının Qızıl Gönçələr əsəri. Hansı Ənvər Məmmədxanlının əsərini? Kimdir bu Ənvər Məmmədxanlı? Yazıcıdır. Görürsünüzmü? Burada artıq müstəqil təyin olacaq. Birləşmənin daxilində vermədim. Cümlə üzvü olaraq yazıcı təyin oldu. Birləşməyə daxil edilmiş olmadı. Amma məsələn, fe'li birləşmə olsaydı, bu zaman onun əvvəlində gələn söz birləşməyə daxil olacaqdı. Yəni, müstəqil şəkildə təyin ola bilməyəcəkdi. Məsələn, deyirəm ki, yeni kurs açılanda o da gəldi. O da gəldi. Nə etdi? Gəldi. Kim gəldi? O gəldi.
O ne zaman geldi? Yeni kurs açılanda. Hamısı bir yerde zaman zərfliyi oldu. Gördüğünüz gibi yeni burada müstəqil xəbər ola bilmədi. Fe'li birləşmələrdə bu mümkün deyil. Amma ismi birləşmədə əvvəldə hər hansısa bir söz verilibsə, yəni təyin ola bilərsə, müstəqil şəkildə cümlə üzvü olaraq təyin olur. Fe'li birləşmədə isə əksinə, birləşmənin tərkibində yəni getmiş olur. Onu biz ayırmırıq. Zaman zərfliyi oldu burada məsələn. Gördüyünüz kimi yeni kurs açılanda. Bu belə. Ondan sonra digərlərinə baxaq. İfadə vasitələrində çox diqqətli olun. Bir də sizə bir məlumat da çatdırım. Bilirsiniz ki, məsdər tərkibləri və ya fe'li bağlama tərkibləri cümlədə təyin ola bilmir. Amma məsdərdə istisna bir məqam kimi bəzi vaxtlarda təyin də ola bilər. Amma biz bilirik ki, artıq fe'l dərsinə məlumatımız var ki, məsdər təyin ola bilməz. Bu ona aid olmayan bir xüsusiyyətdir. İstisna bir məqamdır. Bəzi məqamlarda ola bilər. Çox danışmaq kimi çox pis bir xasiyyəti var. Var. Nə xasiyyəti? Necə? Pis xasiyyəti. Bir ədat, çox ədat. Necə bir xasiyyəti var? Çox danışmaq kimi. Gördüyünüz kimi burada fe'li birləşməmiz var, məsdər tərkibimiz var və cümlənin təyini olub. Gördüyünüz kimi. Və bu məsdərə aid olmayan bir xüsusiyyətdir. Bəzi məqamlarda məsdər və məsdər tərkibi cümlədə təyin ola bilər. Amma normalda olmamalıdır. Çünki ona aid olmayan bir xüsusiyyətdir. Bunu da nəzərinizə çatdırmaq istədim. Ondan sonra deməli, keçək digər ifadə vasitələri haqqında danışaq. Demək olar ki, təyin bütün əsas nitq hissələri ilə, ismi birləşmələrlə, fe'li birləşmələrlə, frazoloji birləşmələrlə, demək qoşmalı sözlərlə ifadə oluna bilir. Baxın, qızıl üzüyü itirmişdi. Nə etmişdi? İtirmişdi. Nəyi? Üzüyü. Hansı qızıl? Burada gördüyünüz kimi qızıl təyindir, üzüydəki tamamlıqdır. Bunların deməli sintaktik əlaqələnməsində tamamlıq əsas tərəfdədir, təyindəki asılı tərəfdə olmuş oldu. Bayaqları buna aid mən sizlə danışdım. İndi burada deməli qızıl isimlə ifadə olunub. Bilirsiniz ki, qızıldır, gümüşdür, asfaltdır, dəmirdir, misdir, bürüncdür. Bunlar nə olurlar? İsim olurlar. Rahat şəkildə sifətləşə bilən isimlərdir. Dünənki söhbəti onu yaman narahat etmişdi. Nə söhbət deməli narahat etmişdi? Nə narahat etmişdi söhbət? Hansı söhbəti? Dünənki söhbət. Gördüyünüz kimi dünənki burada sifətdir. Yadda saxlayın. K üzəri 4, bir də ki dakı dəki bunlar demək olar ki adlardan sifət düzəldirlər. Daha çox zərflərdən sifət düzəltmiş olurlar. Dünənki, bugünkü, sabahki şəklində. Bu sözlərə diqqətli olun. Dünənki zaman zərfi deyil, sifətdir. O çoxlu kitab aldı. Nə etdi? Aldı. Kim aldı? O. Nəyi aldı? Kitabı aldı. Bunu salı bilirsiniz ki, nədir? Qeyri-müəyyən təsirli kağıdadır. Nə qədər kitab aldı? Çoxlu. Deməli, buradan da biz görürük ki, sayı oldu. Ümumiyyətlə, təyin, sayın və sifətin sualına cavab vermiş olacaq. Yəni, necə, nə cür, hansı, neçə, nə qədər, neçənci suallardan birinə cavab verəcək. Sonra, o ev çox köhnədir. Burada gördüyünüz kimi ev mübtədədir. Hansı ev? O. Burada əvəzliklə ifadə olunmuş oldu. İşarə əvəzliyi. Gələn qonaqla hörmətlə davranarlar. Kimlə? Qonaqla. Hansı qonaqla? Gələn. Burada fe'llə ifadə olundu. Fe'li sifətlə ifadə olunmuş oldu. Aşağı otaqdan səs gəldi. Aşağıdır, yuxarıdır. Buna rahat şəkildə təyin ola bilən yer zərfləridir. Hansı otaqdan? Aşağı. Haradan səs gəldi? Otaqdan. Hansı aşağı? Burada da yer zərfi ilə ifadə olundu. Sonra digərinə baxaq. Bircə saniyə. İndi gəlin bu cümləyə baxaq. Universitetin dekanı Lalə xanımın çıxışı hamını duyğulandırdı. Nə etdi? Duyğulandırdı. Nə duyğulandırdı? Lalə xanımın çıxışı. Hansı Lalə xanımın çıxışıdır bu? Universitet dekanı. Burada da ismi birləşməklə ifadə olunmuş oldu. Ondan şübhələnən tanışları indi çox peşman olmuşdu. Nə etmişdi? Peşman olmuşdu. Olmuşdular. Kim peşman olmuşdu? Tanışları. Hansı tanışlarıdır? Ondan şübhələnən. Fe'li birləşməklə ifadə olundu. Fe'li sifət tərkibi ilə an-ən var orada. Efirə qoşulan tamaşaçı hamını təəccübləndirdi. Nə etdi? Təəccübləndirdi. Kim? Tamaşaçı. Hansı tamaşaçı? Efirə qoşulan.
Gördüyünüz kimi efirə qoşulmaq bir dənə sözdür, bir sözdür. Və bu frazoloji birləşmədir, tərkib yaratmır. Çünki bir dənə sözdür axı. Mən birləşmə yaratmağım üçün mənə 2 dənə söz lazımdır. Yəni 2 dənə söz olmalıdır ki, mən söz birləşməsi yaradım. Burada deyirəm ki, frazoloji birləşmə ilə mənim təyinim ifadə olundu. O da atası kimi müəllimdir. Müəllimdir. Kim? O. O necə müəllimdir? Atası kimi. Bax, görürsünüz, qoşmalı sözlə. Bunu belə götürürsünüz. Yəni, həm isim var, həm də qoşma var. Ona görə deyək ki, qoşmalı sözlə birləşib təyin oldu. Bir dənə ismi götürmüş olmursunuz. Qoşmanı nəzərə almalısınız. Sonra baxaq, digərləri haqqında, digər cümlələr haqqında danışdıq. Bu da oldu təyin. Gördüyünüz kimi çox rahatdır, hər hansı bir çətinlik yoxdur. Ondan sonra keçək tamamlığa. Tamamlıq haqqında sizə məlumat verim. Tamamlıq da ikinci dərəcəli üzvlərimizdən biridir. Tamamlıq adlıq və yerik haldan başqa yerdə qalan halların sualına cavab vermiş olur. Tamamlıq cümlədə daha çox obyekt, əşya məzmunu bildirmiş olacaq. Eyni zamanda bilirsiniz ki, hara ilə başlayan sualların çoxu yer zərfliyindədir. Amma bir dənə haranı sualıdır ki, haranı sualı. Bunu biz aid edəcəyik tamamlığa. Tamamlığa aid olan bir sualdır. Deyirəm ki, yuxarını da nəzərdən keçirdilər. Haranı nəzərdən keçirdilər, yuxarını. Üzr istəyirəm, yəni bu olacaq tamamlıq. Haranı nəzərdən keçirdilər, yuxarını. Burada mən deyəcəm ki, artıq yuxarı nədir? Tamamlıqdır. Diqqətli olun. Haranı sualına cavab verirsiniz, siz buna tamamlıq deyəcəksiniz. Sonra bəzi məqamlara gəlin nəzər salaq. Yayı kənddə dincəldi. Nə etdi? Dincəldi. Harada dincəldi? Kənddə dincəldi. Bu nə zaman kənddə dincəlib? Yayı. Bu vaxt deyirsiniz ki, təsir ihalı söz zaman zərfliyi oldu. Tamamlıq olmur. Diqqətli olun belə məqamlarda. Sonra bilirsiniz ki, qeyri-müəyyən təsiri yalın sualı nədir? Hətta bu insan anlayışı bildirsə belə nə deməlisiniz? Düzdür, biz bilirik ki, insan anlayışı bildirəndə sualımız kimdir? Cansızlarda, heyvanlarda nədir? Yer bildirəndə haradır? Amma qeyri-müəyyən təsiri yalın nədən başqa bir sualı yoxdur uşaqlar. İndi diqqət yetirin. O işçi axtarırdı. Nə edirdi? Axtarırdı. Kim o? O nə axtarırdı? İşçi. Və yaxud nəyi axtarırdı da deyə bilərsiniz buna. Daha doğrusu kimi axtarırdı. Müəyyən təsiri yala çevirəndə siz artıq buna kimi axtarırdı deyə sual verə bilərsiniz. Amma bu qeyri-müəyyən təsiri halda olduğuna görə, insan anlayışı bildirsə belə başqa sualı olmadığına görə mən buna yalnız nə sualını vermiş olacağam. Bu belə. Ondan sonra it sümük yeyir. Nədir? Yeyir. Nə yeyir? İt yeyir. Nə yeyir? Sümük yeyir. Baxın. İndi burada gördüyünüz kimi həm mübtədanın sualı nə oldu, həm də ki tamamlığın sualı nə oldu. Bunları necə fərqləndirmək olar? Çox bəsit. Artıq isim dərsindən sizə məlumdur. Yerini dəyişə bilərsiniz. Sümüyü it yeyir deyərsiniz. Çünki qeyri-müəyyən təsiri halı mən feildən ayıranda dərhal şəkilçisini tələb etmiş olur. Sümüyü it yeyir desəm, artıq bu müəyyən təsiri hala çevrilmiş olacaq. Çünki mən onu feildən ayırdım. Təsiri yal daha çox feilin yanında olmuş olur. Və yaxud da ki, təyin edicilərdən istifadə edə bilərsiniz. O və budan. Heç dəyişməyin, yerində qalsın. Sümük sözün əvvəlinə, şübhələndiyiniz sözün əvvəlinə o və bunu əlavə edin. İt, o, sümüyü yeyir. Bax, gördünüz, şəkilçi bərpa oldu. İt, bu, sümüyü yeyir. Bax, gördünüzmü? Bu şəkildə də müəyyən etmiş olarsınız və yaxud da ki, bəxtə dediyim kimi sual verin. Müəyyən təsiri alın, sualını verə bilərsiniz. Mübtədə mən kimi sualını verə bilmərəm, amma sümük sözünə rahat şəkildə mən sual verə bilərəm. İt yeyir. İt, deməli, üzrü sayın, burada sümük sözə nəyi sualını verəcəksiniz əlbəttə ki, çünki cansızdır. İt nəyi yeyir? Baxın, nəyi sualını verəcəksiniz. Bu işçi sözünə aid idi, kimi sualı. İt nəyi yeyir? İt nəyi yeyir? Bax, görürsünüzmü? İt yeyir. Nəyi? Sümüyü yemiş olur. Bu şəkildə sual verə bilərsiniz. Ondan sonra adlıq və yiyəlik hal müstəqil şəkildə tamamlıq ola bilmir. Bəs yaxşı, bunlar hansı məqamda tamamlıq olacaqlar? Çox bəsit, o haqda da sizə məlumat vereyim. Qoşmalı sözlə adlıq və yiyəlik hallı söz işlənsə tamamlıq ola bilər. Məsələn, sənin haqqında heç nə demədi. Nə etdi? Demədi. Kim haqqında demədi? Sənin haqqında. Və görürsünüz, sənin yiyəlik hallı sözdür.
haqqında qoşmasına qoşuldu. Kim haqqında, nə haqqında sualına cavab versə, bilin ki, bu tamamlığın sualıdır. Kim haqqında, nə haqqında, kim ilə, nə ilə. Bu suala cavab verdi və gördüyünüz kimi yerikalı söz artıq tamamlıq oldu. Əsər haqqında maraqlı fikirlər dedi. Nə etdi? Dedi. Nə haqqında dedi? Əsər haqqında. Gördünüzmü? Nə sualına cavab verdi? Nə haqqında? Adıqalı söz əsərdir, qoşmalı sözün işləndi və cümlənin tamamlığı ola bildi. Və yaxud da ki, sənin üçün aldım. Nə etdim? Aldım. Kim üçün aldım? Sənin üçün. Yerikalı söz nə oldu burada? Tamamlıq oldu qoşma sayəsində. Hətta üçün atıb səni aldım da deyə bilərsiniz. Yönlük da çevirə bilərsiniz. Bu da mümkündür. Bunlar haqqında artıq sizə məlumat vermiş oldum. Keçək bunun ifadə vasitələrinə. İfadə vasitələrində əlbəttə ki, yenə bütün əsas nitq hissələri, ismi birləşmələr, feili birləşmələr, hətta mürəkkəb adlar, həmçinin mürəkkəb ad deməli təyində də ola bilər. Sonra feili birləşmələr, qoşmalı sözlər, yenə gördüyünüz kimi burada qeyd etmişəm, izahında verdim. Bunlar rahat şəkildə tamamlıq ola bilirlər. Məsələn, baxaq. İmtahandakı uğurlarına görə Kənanı təbrik etdilər. Nə etdilər? Təbrik etdilər. Kimi? Kənanı. Nəyə görə təbrik ediblər? Təbrik etdilər Kənanı. Aha. Deməli, nə səbəbə təbrik ediblər Kənanı? Uğurlarına görə təbrik ediblər. Bu səbəb zərfliyi olacaq. Nə səbəbə təbrik ediblər? Səbəbi nə olub? Uğurlarına görə, uğur qazandığına görə olub. Bu səbəb zərfliyidir. Hansı uğurlarına görə? İmtahandakı. Aha, burada bir dənə bizim tamamlığımız var. Kənanı. Sonra yaralıları xəstəxanaya çatdırdılar. Nə etdilər? Çatdırdılar. Kimi? Yaralıları. Burada oldu sifətin ifadə olundu. Kənanı burada isimlə ifadə olundu. Birinciləri şeir demək üçün səhnəyə çağırdılar. Kimi çağırdılar? Birinciləri. Burada sayla ifadə olundu. Saydım. Elələrinə cavab vermə. Cavab vermə. Kimə cavab vermə? Elələrinə. Burada da deməli əvəzi ilə ifadə olundu. İşarə əvəzi ilə. Yuxarında da nəzərdən keçirdilər. Həm bayaqlar baxda danışdıq. Haranı tamamlıq olacaq və zərflə ifadə olundu. İmadəddin Nəsiminin şeirlərini çox adam dərk edə bilmir. Dərk edə bilmir. Kim adam, nəyi dərk edə bilmir? Nə qədər adam? Çox adam. Nəyi dərk edə bilmir? İmadəddin Nəsiminin şeirlərini, ismi birləşməni ifadə olunmuş oldu. Onun dinlədiyi mahnı mənə gəncliyimi xatırlatdı. Nə etdi? Xatırlatdı. Deməli, nəyi xatırlatdı? Gəncliyimi, kimə? Mənə. Nə mahnı, nə xatırlatdı? Mahnı xatırlatdı. Hansı onun dinlədiyi? Nə etdi? Xatırlatdı. Nə mahnı? Hansı mahnı? Onun dinlədiyi mahnı xatırlatdı. Kimə? Mənə əvəzliyi. Nəyi xatırlatdı? Gəncliyimi xatırlatdı. Burada həm əvəzliklə ifadə olundu, həm də ki gəncdən, yəni gənc sifətindən gənclik ismi yaranıb. Bilirsiniz bunu artıq. İsminlə ifadə olunmuş oldu. Başına gələnləri danışdı. Nə etdi? Danışdı. Nəyi danışdı? Başına gələnləri. Frazoloji birləşməni ifadə olunmuş oldu. Çünki burada bir dənə mən söz görürəm. Bircə dənə söz var. O da frazoloji birləşmədir, bir dənədir. Ona görə söz birləşməsi yaratmayıb burada uşaqlar. Yəni feili birləşmə yoxdur burada. Feili birləşmə axtarmayın. Bir dənə sözdür. İki müstəqil mənalı söz olsun ki, bu gedib söz birləşməsi yaratsın da. Aha. Deməli, burada da ifadə olundu. Nə ilə? Frazoloji birləşmə ilə. Artıq qoşmalı sözlər haqqında danışdım. Sənin haqqında, əsər haqqında. Qoşmalı sözlərlə də deməli tamamlıq işlənib. Daha doğrusu sözlər işlənib tamamlıq ola bilir. Cümlə üzvü olan tamamlıq ola bilir. Dərsimiz bu qədərdir. Mən fikrimcə elə də çətin bir dərs deyil, rahat dərsdir. Diqqətli şəkildə olsaz, oxusaz, rahat şəkildə müəyyənləşdirə bilərsiniz. Daha çox baş üzvləri olsun, ikinci dərəcəli üzvlər olsun. Burada ifadə vasitələrinə baxılır. Yəni bunlar önəmlidir, əsasdır bunlar. Əsas məqamları mən sizə artıq qeyd eləmişəm. Ümid edirəm ki, sizə rahat gəldi. Sağ olun uşaqlar.